Bir gün İmam Sadi əleyhissalamın sahabələrindən, yəni yaxın dostlarından Harun ibn Xaricə Həzrət Sadiq əleyhissalamın yanına gəlir və o imamla salam filan dərdləşəndən sonra bəzi dostlarından İmam Sadi əleyhissalam soruşur ki, dostların necədir, neynirlər? Harun dostlarından birinin adını çəkir və onu tərif eləyir. Yəni Rasulullah belə gözəl insandır, belə şəxsiyyəti. Həzrət İmam Sadi əleyhissalam bu təriflərə diqqət eləyəndən sonra ondan bir sual eləyir. Mənə de görüm, o namazı necə qılır? Vaxtında qılırmı, qılmırmı? Namazda diqqətlidirmi, diqqətli deyilmi? Həzrət elə bu kəlmə ilə ona başa salmaq istəyir ki, bu qədər tərif etdiyin dostun, ola bilsin zahiri gözəl ola bilər, amma namazda diqqətli deyirsə, namazı yüngül saymırsa, elə doğrudan da tərifə layiqdir. Yoxsa əks halda o dediyin şeylər dünya məsələləri üçündür.